bizim değerli qonaqlarımız, hörmətli xalqlarımız, Nurəddin müəllim, Emin xanım, Kamil müəllim, Qasımov, rayonun təhsil ictimaiyyətinin nümayəndələri, əziz məktəblilər, sizin hər birinizi Göyçay rayon icra hakimiyyəti adından, şəxsən öz adından, rayon ictimaiyyəti adından salamlayıram və dəyərli qonaqlarımıza, Göyçayımıza xoş gəlmişsiniz deyirəm. Bugün bura yığışmağımızın çox maraqlı bir səbəbi var. Bildiyiniz kimi artıq bir neçə ildir ki, öz maraqlı təşəbbüsləri ilə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosiasiyasının prezidenti, bizim hörmətli həmyerlimiz Elxan müəllim Süleymanov çıxışlar edir və bir neçə ildir ki, biz çox maraqlı tədbirlərin burada şahidi oluruq. Bugünkü tədbirimiz isə daha maraqlıdır. Ötən il söz vaxtına çəkər deyirlər, elə bu dönəmdə Elxan müəllim belə bir təşəbbüsləri sürdü ki, rayonumuzun həmyerlilərimiz olan şairlərimiz, xalq şairi Rəsulzad, Əli Kərim, İskəndər Coşqun və İbrahim Göyçaylı'nın şeirlərindən ibarət rayon məktəblərinin bir bədii qiraət müsabiqəsi keçirilsin və bu müsabiqə keçirildi. Bugün də həmin müsabiqənin yekun mərhələsidir. Bu cür müsabiqələrin keçirilməsi çox əhəmiyyətli və önəmlidir bugünkü günümüz üçün. Nəyə görə? Mən bir neçə aspektdən bunu qeyd edəcəm. Bildiyiniz kimi, əgər müqayisəli təhlil etsək, görərik ki, bugün bizim məktəblilərin, yeniyetmələrin, gənclərin kitabxanalara axını bir qədər azalır. Və nəyə görə? Çünki müəyyən sosial şəbəkə vasitələri ilə uşaqlar məşğul olmağa daha çox önəm verirlər və bu cür bədii qiraətin keçirilməsi nəticəsində artıq məktəbli məcbur olur ki, özünü yaxşı tərəfdən göstərməsi üçün şairlərə müraciət etsin, onların bir kitabını açsın, oxusun, onların yazmış, yaratmış olduğu mövzularda nə isə öyrənməyə çalışsın. İkinci vacib cəhət ondan ibarətdir ki, bu cür bədii qiraətin keçirilməsi nəticəsində uşaqların nitqi formalaşır və natiqlik qabiliyyəti yaranır uşaqlarımızda, gənclərimizdə xüsusən. Və belə bir tədbirin çox önəmli bir günə, tarixə təsadüf etməsi bəni şəxsən daha çox sevindirir. Bildiyiniz kimi, sabah Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış bir günü biz qeyd edəcəyik. Sabah ölkəmizdə, ölkə prezidentin sərəncamına əsasən 28 mart müstəqillik günü qeyd olunacaq. Və ona görə xahiş edirəm ki, gəlin bizim müstəqilliyimiz, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin bugün yad olunacaq, poeziyasını yad edəcəyimiz şairlərimizin, həmyerli şairlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
daha bu təşəbbüsünüzə görə sizə minnətdarlığımı bildirirəm və mən də bu poeziya sevərlərə qoşularaq istəyirəm ki, elə ilk bəndi özüm deyim İskəndər Coşqundan. Heç vaxtı bu auditoriyada mən şeir deməmişəm, amma bir misra deyəcəm. Salam poeziya, ürəkdən salam. Vəfasızsan deyib, qınama məni. 100 il susuz qalam, çörəksiz qalam, inan, unutmaram bircə ansanı. İndi söz poeziya sevərlərindir, amma ənənəyə uyğun olaraq Elxan müəllim, mən tədbiri idarə etmək üçün sözü sizə verirəm. Buyurun, söz sizdir. Əziz Göyçaylilər, hörmətli valideynlər və Göyçayın təkcə yox, Azərbaycanın gələcəyini quran mimarlar, müəllimlər, fidan balalar. Mən sizlərə keçən il İskəndər Coşqunun yarazılığına həsr olunmuş Nəğmə dolu ürək kitabının təqdimatında Göyçay şairlərinin bədii qiraət müsaqibəsinin keçirilməsini bəd etmişdim. Mən heç vaxt yalan vəd verənlərdən deyiləm. Mən çox xoşbəxtəm ki, bu vədimi də yerinə getirdim. Biz bugün bu vədin təntənəsinə toplaşmışıq. Mən bütün bu işlərin görülməsi üçün ən birinci yerli hakimiyyətə, hörmətli Natiq Ağayevə, Zibər xanıma minnətdarlığımı bildirirəm. Təhsil sektoruna, Rauf müəllimə, Ayrura xanıma və dünən 6 nömrəli məktəbdə bizim üçün gözəl şərait yaradan Yeganə xanıma minnətdarlığımı bildirirəm. Göyçay qəzetinin baş redaktoru Yetim Adil müəllimə təşəkkürümü bildirirəm. Ona görə ki, bütün tədbirlərimizin mimarı olan, təşkilatçısı və qurucusu, dirijoru olan bu şəxsin qəzetinə heç kəs abunə yazılır. Buna görə də mən bir daha Adil müəllimə öz təşəkkürümü bildirirəm. Və sonda ən nəhayət biz şeirdən söhbət ediriksə, mahnıdan, teatrdan, Ağ salonda toplaşmışlıqsa, ona dəyər verən, qiymət verən, onu mənalandıran tamaşaçılardır. Sizlərə minnətdarlığımı bildirirəm. Mən eyni zamanda 9 il millət vəkili olarkən Şamaxıda Sabir qiraət günlərini keçirirdim. Mən bugün bu işdə mənə yaxından kömək edən köməkçiyim, amma indi o tarix elmlər doktorudur çox qısa müddətdə. Abdiyanın keçmiş vitse-prezidenti Dəyanətə dedim ki, Dəyanə, biz nə qədər uduzmuşuq şairlərin qəbrini ziyarət edir. Dedim, müəllim nədir? Dedim, biz Nurəddin Mehdixanlığını tanımamışıq. Bugün bizim bu müsaqibə bir ildir həyəcan siqnalı ilə işləndir. Təhsil şöbəsi bizə bu barədə çox ciddi köməkliklər edir. Bir neçə direktorları ilə toplamışıq, ədəbiyyat müəllimləri ilə toplaşmışıq. Olduqca məsuliyyətlə bu işlərə yanaşdıqları üçün bunlardan çox razılıq əlaməti olaraq çox sağ ol deyirəm. Və biz bugün bu qəhrəmanlar, fidan balalarımız bu salondadır. Onlara qaydalara görə birinci həvəsləndirici mükafatçılar səhnəyə dəvət olunacaq, sonra 3-cü yeri tutan, sonra 2-ci yeri tutan, sonra 1-ci yeri tutan və ən nəhayət xüsusi istedada malik Grand Prix mükafatçısı dəvət olunacaq. Biz öz sizə verdiyimiz kitabçada yazmışdıq.
2 nəfər birinci yer, 2 nəfər ikinci yer, 3 nəfər üçüncü yer. Mən dünən elə bir fakta, elə bir mənzərəyə şahid oldum ki, bu həmişəlik mənim beynimdə bir iz qoydu. Bu nədir? Bu odur ki, hörmətli Nurəddin müəllim mənə yaxınlaşdı, dedi, İlxan müəllim, mən səndən bir xahiş etmək istəyirəm. Dedim, nədir? Artıq qiymətləndirmə gedir. Biz 70 oturmuşuq bir zalda, qiymətləndirmə aparırıq. Dedi, aparırıq deyəndə mən müdaxilə etmirəm. Qətiyyən. Bu heyət və bu heyətin üzvləri olan Asif Hacılı, Filologiya Elmlər Doktoru, xahiş edirəm, Asif müəllim, qalxın. Filologiya Elmlər Doktoru, ədəbiyyatşünas, professor, ətraf sərraf, şair, Adil Məmməd, yetim Tahirə Əsədova 4 sayılı tam olsun və uzun illər 1964-cü ilə qədər bu vaxta qədər ürəyimdə yaşayan, böyük sevgi və məhəbbət izi qoyan, həmişə mənim yanımda olan məşhur Azərbaycanın kino və teatr aktyoru, Azərbaycanın xalq artisti Tahir Yıldızım. Və sonda çox xoşbəxtdir Göyçaylı balalarım. Bunu mən yox, Allah bizə getirib Murad xanlığını. Bu ancaq belədir. Mən onu şəxsən şeir ustası kimi bilirdim. Ancaq yaxından tanışdığım yox idi. Bir zəngimlə, telefon zəngimlə o mənə razılıq verdi, gəldi. Mən onun işini dünən şahidi olduqdan sonra dedim ki, Pərvərdigarə, həyat hələ sönməyib. Biz nikbin olmalıyıq. Bizim hələ belə ziyalılarımız var. O zərgər dəqiqliyiyle heç bir gücəşdə getmədən qəddarcasına hər kəsin öz qiymətini verdi. Münsiflər heyətilə bir yerdir. Onun mən elə belə hərdən durub o stola yaxınlaşırdım. Filologiya Elmlər Doktoru Asif müəllimin necə değişməsini, ətraf müəllimin necə küsməsini, necə mübarizə etmələri arasında kağız vərəqləri hər bir şagirdə onun haqqında xarakteristika yazılmasından heyrətə gəldi. Buna görə Nurəddin müəllim, mən bütün Göyçaylılar adından sizə dərin minnətdarlıq edirəm. Bəziləri buna çox emosional, deyə bilər ki, mən emosional yanaşıram. Yox, bugünkü bizim ölkəmizdə əgər nəsə çatışmırsa, ədalətin olmamasındandır, haqqın tapdalanmasındandır. Biz bugün fidan balalarımızın haqqını tapdalayırızsa, onun inam itəcək. İnsan ise inamla yaşayır, ümidle yaşayır, ümidi içecek. O, bu balalarımızın ümidini ve inamını sındırmadı. Olduğu gibi verdi. Buna göre size teşekkür ederim. Ben hamınıza minnettarım, xahiş edirəm. Axıra qədər qalın, dinleyin. İndi növbəli biz dəvət edəcəyik həvəsləndirici mükafatçılarımızı, sonra 3-cü yer, sonra 2-ci yer, sonra 1-ci yer, sonra Grand Prix və mükafatları təqdim edəcəyik. Qarayazı kənd o tam orta ümumi təhsil məktəbinin 7-ci sinif şagirdi Ağayeva Aytaç. Mən Qarayazı hələ yarıma. Demək, mən Qarayazı kənd orta məktəbində 3 ay müəllim işləmişəm. Bu sənin bəxtəvə çıxıb və bu sənə təqdim etdiyim
kitabda da o haqda yazmışam. İlk hədiyyəm talihin işinə bax. İbtidai məktəb müəllimi 3 ay işlədim. Məktəbin məzununa bugünkü Elxan Süleymanov öz kitabını təqdim edir. 7 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi İbadova nədir? Sevda. Sevda. İbadova Sevda. Bu mükafatın, bu kitabın təbrik edirəm. Adil müəllimin yetişdirdiyi məktəbin şagirdi. Hər bir balamla şəkilim olsun. Və yeri gəlmişdən dedim, belə bir haqq bayaqçısı var. Bala dadır, bal dadır. Bala adam aldadır. Yaxşısına mən qurban, pisi elə yenə də baldadır. Şəkil ona görə çəkdirirəm ki, axı bunlar şirin baladır, təqsilli balalardır. 3 nömrəli orta məktəbin Fətulluzadə Nuray. Bax, bu qızın mükafatı üçün hardan bildim? Həmin Nureddin müəllim dedi, o başmaqlı qız, tapın onu, tapın siyahınızda və balları başladılar sayılır. Xəlilli Zeynəb Alçaqada bu şagird üçündə təxminən 25 dəqiqə mübahisə gedir. Çaxırlı kənd orta məktəbinin 8-ci sinif şagirdi Ağayeva Nəzri. Mən bu kənddə 6 ay ibtidai sinif müəllimi işləmişəm. Orada bir Əlşəmid müəllim vardı, Teyyub müəllim, Salih müəllim. Əlşəmid müəllim, demək, Çaxırda belə bir qayda qoymuşlar bu məktəbdə. Kim uşağa, bir gün məni çağırdı, dərs demir, bura gəlir. Dedi, bura bax, sən nə işlərlə məşğulsan? Mənim də 16 yaşım var müəllim olanda. Səni buradan elə qoğaram ki, dədən də tapa bilmir. Necə yer sən şagirdlərə təhsil verirsən, onlar gəlib bizim yerimizdə otursun. İndi həmin kəndin məzunu lavriyyatdır. Ləhçıpılar kənd orta məktəbinin 5-ci sinif şagirdi Vəkilova. 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 Görəcəm, uşaqlar necə tanıyır əllərdən. Və bunlarla mən unuttum, şəkilmi çəkdirmədim. Özüm də şey gəlməmək. Hə? İndi çəkdirmədim. Ne görüm şeydir? Bir mənə. Şeydim ama Rəsul Rıza və Xəlil Rıza Ulusoy kimi açıq şeylər. Ya buyur. Şeirin adı Rəşadət. Ha buyur de biz. Rəşadətli Azərbaycan ordusu, dağlar hər bir postu, güclüyük, yenilməzik, hər şeyə sinə gələrik. Əzmlə döyüşərik, af diləyəni aff edərik, amma bizə zülm edəni biz isə məhv edərik. Dözdük biz hər şeyə, dinmədik heç bir şeyə. O ki səbrimiz daşdı, ağlımız birdən saçdı. Yaramıza duz tökdülər, bizi ikiyə böldülər. Birdən biz dirildik, önümüzə gələni əzdik. Rəşadətli Azərbaycan ordusu tanıdı öz
dostunu. Türkiye, Türkiye, güzel, güzel Türkiye. İndi biz geçtik, 3. yeri tutan 9 nömrəli tam orta umum təhsil məktəbin 5-ci sinif şagirdi İsmail Zadə Mələkə. İndi bizim iş formatımız değişir. Gel bura görüm güzel kızım. Güzel mehriban kızım. Efendim, size demek istediğim Rəsulzanın soruş yeri. O neçəkdir? Güldən soruş. Baş neçəkdir? Gildən soruş. İşə susuz barmaqların kədərini insan bilir. Nəğmələrin həsrətini bir qırılmış teldən soruş. Ömrün çətin yollarında daşı ləpib salsa ayaq. Gün neçəkdir? İldən soruş. Zülmətliyin möhlətini kör söyləsin. Mən xalların fəryadını zildən soruş. Mən kölgəsiz bağ görmədim. El dəri tək dağ görmədim. Gözlərimi yumub açdım. Neçə dostum sağ görmədim. Nələr çəkdi çaylaq daşı seldən soruş. Yollar uzun, mənzil uzaq. Tək daşlara dözmür ayaq. Dözsün gərək, dözsün gərək. Kim zirvəyə qalxar deyin, yollar boyu hər pilləni. Bir günləri, 100 illəri qəlbimizlə, beynimizlə doldurmasaq. Mən yolcuyam, mən yoldayam. Ol neçəkdir, küldən soruş. Hansı şeirim, hansı sözüm yaşayacaq məndən sonra? Mən bilmirəm, eldən soruş. Yine düşündüğü Abdurrahmanlı Zehra. Zehra. İngilizce yeri var. Gel baba. İkinci sınıf kaldı. Gel ben bana bırak. Gel güzel bana. Çek bana. Ne şerini? Mən Əli Kərim Babəkin qollar şeirini deyəcəm. Qolu sındırılmış Babək, yurdu yandırılmış Babək, qan rəngli bir arabada, şərq boyda bir harabada, söyə söyə, döyə döyə, hamıya görk olsun deyə, kənd gəzdirilən Babək, ölü bən, dirilən Babək. Qollarını görməyəndə azca rahat olan Babək bir qırmızı yox itirə uzaqlara dalan Babək deyən Babək. Aman dostlar, hücum təkin boşun orada mənsiz qılınc çalan qollarımla bir vuruşun. Halilliken orta mekteplerin 5. sınıfına girdi. Abdullayeva Haydar.
mükafatı, faydanın mükafatıdır. Bak bu hürmetlidir. Bizim Müslüman heyetinin sədri verir. Çünkü üçüncü yer yok idi bizde. 3 nəfərdə üçüncü yer 2 nəfərə hesab almıştı. Kitapçaları da alıp okuyabilirsin. Eş olsun. Bak bu tebrik ederim seni. Ben buraya saklayacağım, sen mikrofona çok yakın olma. Bir güzel, bir sevimli oğul böyüktü ana. O bəd uğursuz günü, əlinin öldüyünü bildirmədi heç ona. Kədəri dalğa doldusa da ürəyə, lakin nə saçıyorlara, bir də sən küləyə, nə şivən etdi ana. Ürəyimdə ağlayıb, gülmək öyrətdi ona. Dözərək dağlanın da dərdinə, bəlasına, öz boğazından kəsib, yedirdi qalasına. Bir oğul böyütdü ki, cul çatmadan cinsinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə. Aklını atdan salıb, küləklərlə öpüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi. Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki, gör neçə ay getdi. Ana yuxularında tez-tez Bakıya getdi. Ana məktub yazdı ki, yanıltma dumanını. Pul nədir? Pul deyirsən, göndərərəm canımı. Nə zaman ki oğlunun getdiyi 4 il oldu. Məktubları kəsildi, gəlmədi, tətil oldu. Anamı fikir aldı, anamın əsli dizi. Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu, o yolmadı saçını. Səsləri qonşuları, əsmər çiçək qazını. Yenə də azalmadı, ürəkdən bala dərdi. Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub dalınca, axdı, Bakıya axdı. Ana da məktubların dalınca, baxdı, baxdı. Məktublarsa Bakını dolandı, gəzdi, gəldi. Məktublar əzi yüzü, məktublar bezli gəldi. Ana yenə də baxdı, gah dolama yollara, gah da oğul boyuna, həsrət qalan yollara. Ana oğul böyütdü, gül çatmadan cinsinə. Ana oğul böyütdü, özlüyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluk oldu? Bu nə məhəbbət oldu? Oğul böyütdü mü o? Üzünə dodaq bir qıza. Oğul böyütdü mü o? Min işvəyə, min naza. Ana bilsəydi əgər, böyütməzdi oğlunu. Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona. Oğul, nəzr etdiyin bəs bu haqqı saysın. Qaytar onun ömrünə, neçə gecə, neçə gün. Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri. O sözü, o söhbəti, gülüşü anan verir. Ana dodaqlarından, bala dodaqlarına.
mükafatı o verdi, siyasete yok. Yok ben vermedim, o özü kazandı. Özü kazandı. Ben geldim. Güzel. Şimdi geçmiş ikinci kahramanlar. İkinci kahramanlarında 9. şehircimiz Fatime Anar'dır. 4 lira oldu. Salamlayıram hər kəsi. Sizə Əli Kərimin Atamın xatirəsinə şeirini təqdim edirəm. O sərkidir. Səhər dərsə tələsəndə mən bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən. Söyləməzdi övlad üçün çox yandığını. Gizli-gizli məni süzüb gülərdi bəzən. Durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə can söyləməkdən. Övlad üçün can verməyə asandı ona. Əmək sevərdi. Ağır, enli, cod əli vardı. Talih kimi endirərdi çiğni məhərdən. Sərt üzünə bircə anlıq günəş doğardı. Bilməzdim ki, hansı nurlu düşüncələrdən. Sevgisi də soyuq idi. Təzə əkini hər bəladan hifz eyləyən qar kimi. Moskvada oxuyurdum. Tərk etdi məni. Gələn kimi bir əbədə ayrılıq dəmi, gah istəyib məni görə, gah da deyib, qoy mən bilməyim. O utanıb öz ölümündən. Ah, o niyə belə etdi? Bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı. Əhmədova Nəzrin söyleyeyim. 7 nömrə tam olsa bəlkə. İskəndər Coşqun yaşamaq istəyirəm. Hər yanımdadır o bu illər. O cəbhə yolları, o nəmli səncər. Getdi, qayıtmaq nə qədər əskər. O illər dönməsin bir də yenidən. Yaşamaq istəyirəm mən. İşıq dara düşdü, zindana düşdü. Çöllü maha düşdü, anana düşdü. Tac sustu,
yenidən. Yaşamaq istəyirəm mən. Qəlbimə sığışmır neçə xatirə. İndi yana gündə 100 kərə. Xəyalən dönsəm də mən o illərə. O illər dönməsin bir də yenidən. Yaşamaq istəyirəm mən. İkinci yer 6. sınıf şagirdi Seyyidzade Nermin. Seyyidzade Nermin. İbrahim Gölçaylı'nın bu dünya şiiri. Fikrimin ay ışığında yolu gedirəm. Mən güneşi düşünürəm. Bu dünyanın sabahına çatmaq üçün bir arzudan 1000 arzuya başlayır. Fikrimin ay ışığında yol gedirəm. Yol gedən bir gəmidə, ürəyimdə vətənimin sevinç payı çiynimdədir. Bu dünyanın daşlarında. Fikrimin ay ışığında qatar məni, qoy aparsın eldən elə. Qara düşsəm, yağış tutsa bu yollarda. Bilirəm ki, yetəsiyəm o sahilə. Fikrimin ay ışığında yol gedirəm. Yara bulutları damarımda dövr eyləyir qızıl qanla. Məslək gördü insanların dağ yukarı. Fikrimin ay ışığında yol gedirəm. Düşünürəm mən insanı ömrümün hansı çağındasa, güneş gündü cür nəğməli görəcəyəm kana. Birinci yer Ballışıklı kentinde Deniz Nicat kızı. En güzel adım var. Ne beber ne de. Sakarlarsa. Sen hem de sakarsın. Bu yılda olacaksan mı? Aferin, buyur. Mən Aydınova Dəniz Nicat qızı. Mən Göyçay rayon Qafur Səmədov adına Mallışıqlı kənd tam orta məktəbin 6-cı sinif şagirdiyəm. Mən bugün sizlərə Rəsul Rızanın Mən Torpağam şeirini səsləndirəcəyəm. Mən torpağam. Mənə ateş yandırma. Tərkibimdə kömürüm var. Külüm var. Mən baharam, çəmən çiçəklər var. Gülüm var. Mən küləyəm, əsməsən kim bilər ki mən varam. Mən buludam, səhraları susuz görüm. Ağlarım. Mən ürəyəm, öyüm
Nuran Mahir gösterir. Bir nömrelmek. Sultanlı, sultanlı. Rəsvurza unutmayın şeiri. Mən güllü bir may səhəri doğulmuşam. Bəlkə getdim bir yanvar axşamı. Tabutuma ipək salmayın. Dəfnimə toplamayın istihamı. Bir ovuc torpaq üstünə qoyun başımı. Mən o torpaq sevmişəm. Ancaq məhəbbətim nə sərgiyə qoyulan bir tablo olur, nə parıltısı diqqət çəkən üzük quşu. Mənim sevgim sevgi idi, sadə, yaxşı. Mən anamın südü kimi, atamın öyüdü kimi sevdim bu torpağı. Bir ovuc torpağı əsirgəməyin məndən. Mən ancaq ona baxacam. Nəsil-nəsil insanlara çeşid-çeşid nemət verən bu vətəndə. Mən öləndə ağlamayın. Mən öləndə gülməyin. Yox, nəyə gərəkdir? Mən sağlığımda çox gülmüşəm, çox ağlamışam. Ancaq o həzin axşam məni yalqız qoyub əbədi sükut evindən qaydanda geri. Açın, tay-batay açın otağımda pəncərələri. Çıraq yanmasın, səssiz çıxın otaqdan. Elə çıxın ki, sükut oyanmasın. O səssiz, o qaranlıq otaqda dincəlsin yalqızlıq, sükut. Dincəlsin ruhum da. Ümidimi, arzumu, sevincimi, dərdimi görmüş otağımda. Geri dönə bilsəydi, mən bu otağa gələrdim. Burada uzun bir dəqiqə dincələrdim. Cənnətdə işim yoxdur, getmərəm dəvət etsələr belə. Cəhənnəmi söndürüb bütün ölülər ora getsələr belə. Mən xoşbəxt olardım. Mən xoşbəxt olardım, tabutumu özüm apara bilsəm. Adımı, xatirəmi, yazılı nitqlərdən, sərin ahlardan qopara bilsəm. Vətən torpağı genişdir qəlbim kimi. Demirəm Göyçayda bastırın məni. Ancaq ki, riyakar gözlərdən uzaq aparın. Aparın bir çayda bastırın məni. Tabutumu örtsün sərin sular. Qəbrimi görüb kədərlənməsin sevinclilər, arzular. Qəbrimin üstündən sular çağlasın. İnsanlar sevinsin, gülsün işıqlı gündüzlər. Gecələr də mənə yaşıl saçlarını sulara sallayan salxın söğütlər ağlasın. Aydın ol Murat. Hadi Murat, Sultan Murat. Anlatacağım neler. Aydın ol Murat'ı ben teyyareci Kasman'a kimi kabul ederim. Ne düşünürler? Şehirden son birinci yeri var. Bizim bağımızdır. Demek iki heveslendirici.
üçüncü, ikinci, birinci yerlerde tutan 18 nəfər uşağı hamısı genç kızlarımızdır, körpə qızlarımızdır. Bəs bu Türkiyədə tiyatr açılsa, buna kişi aktör hardan gelecek? Ne için Türkiye'de geçirmesi? Ona göre de bu mühim bir şey. Bu 400 bana. Beş olsun. Allah olsun ki nihayet hem de hürmetli mühendisler, Tefsir Şöbesi Rauf Müəllim, Aynur Hanım, bütün edebiyatlar, o edebiyat bizim cesur kişi kahramanlarımızı demek emri olunmu? Ve nece olabilir ki? Ancak bugünkü bizim istedadlarımız ısrardır. Bu yegane oğul. Yegane oğul. El-Kerim'in dediği oğul. Aklına ders alıp külekler dönüşer ancak anasını unutmaya. Mən Arifov Murad, 11 yaşım var. Bugün sizlərə Rəsul Rızanın Çınar şeirini səsləndirəcəyim. Gecə keçmiş, ulduzlara, göy qara. Söykənmişəm qocaman bir çinara. Bir yanımda ömür kimi axır su, qatmış bugün təbiətin yuxusu. Budaqlarda sənin yerin xoş səsi, yarpaqların həzin nəğməsi. Ürəyim bir qanadlanmış quş kimi, hey sürtünüb, təsəllisiz, əsəbi, hündür cinar, budaq atmış, qol atmış, öz ömründə son əsrlər qodaqmış. Görkəmində qaldı dağlar müqarı, başı bütün ağaclardan yuxarı. Tufan qopar, yağış yağar, qar tökər, od qamçılı ildırımlar köy sökər. Bəzən çayda daşlar, daşı qovalar, seldə gedər göy səmərlər ovalar. Yarılan yaran sinəsini dağları, sular oyar binəsini dağları. Karvan çəkər göydə qara bulutlar, çolğun gələr, şahda kəsər, buz donar. Xan Çinarın əlməz məğrur başını, kimsə bilməz Xan Çinarın yaşını. Keçə qara, vurdum, düşündüm biraz. Gedib nədəni o çınar yıxılmaz. Birdən çınar gülə gəldi, dedi bax, bu torpağa dərindən köç dolara. Hər tərəfə uzatmışam qolumu, övladlarım bürüyüb sağ solumu. Belə məğrur dayanmağa haqlıyam, mən kökümlə bu torpağa bağlıyam. Mən kökümlə bu torpağa bağlıyam. Bir tane eksperiment denemek istedik. Jüri üzvlərinin bir eksperimenti var. Sen Murat geleceksen Murat mikrofonsuz şiiri söyleyeceksin. Bayan Murat. Gel Murat. Mikrofonsuz söyle. Sonra sakin. Gecə qara, durdum, düşündüm biraz. Gecə keçmiş, ulduzlara, göy qara. Ne güzel. Söykənmişəm qocaman bir çinara. Ne güzel. Bir yanımda ömür kimi axır su, qaçmış bugün təbiətin yuxusu.
Bu dağlarda serin yerin hoş sesi, yarpaqların həzin nəğməsi. Ürəyim bir qanadlanmış quş kimi, hey çırpınır. Təsəllisiz, əsəbi, gülür çınar, budaq, qolaq. Öz ömründə çox əsrlər uzatdı. Görkəmində qarşı dağlar vüqarı, başı bütün ağaclardan yuxarı. Tufan qopar, yağış yağar, qar tökər. Od qamçılı ildırımlar göy sökər. Bəzən çayda daşlar başını balar, selinə gedən göy çəmənlər ovalar. Yarğan yarar sinəsini dağların, sular oyar binəsini dağların. Karvan çəkər göydə qara bulutlar, çovğun gələr, şaxta kəsər, buz dolar. Hamçinarın əyməz məğrur başını, kimsə bilməz hamçinarın başını. Gecə qara durdum, düşündüm. Dedim neden o çınar yıkılmaz? Birden çınar dile geldi. Dedi bak, bu torbağa derinden çöş salarak. Her tarafı uzatmışam kolumu. Övladlarım bürüyüp sağ solumu. Bana məğrur dayanmağa haklıyam. Ben kökümle bu torbağa bakacağım. Ağazadə Əsmər şəhərlik kənd oldu məktəbi. Qılan biri salonda uca boylu nədir? Bu bir möcüzə. Yaxınlaş. Oğuldur tapmaq. O mən uğursuz günüm. Əlimin öldüğünü bildirmədi heç ona. Kədəri dağlı olsa da ürəyə. Lakin nə saçıyorlar bir də sən küləyə. Nə şivən etdi ana. Ürəyimdə ağlayıb gülmür etdi ona. Dönerək dağlanın da dərdinə, bəlasına. Öz boğazından kəsib yedirdi babasına. Bir oğul böyütdü ki, yol çatma baş gerisinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə. Axına axdan salıb küləklər düşür. Başından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi. Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki, gör neçə alə getdi. Ana yuxularında tez-tez Bakıya getdi. Ana məktub yazdı ki, yanıtma gümanımı. Pul nədir? Pul deyirsən, göndərərəm canını. Nə zaman ki oğlunun getdiyi 4 il oldu, məktublar kəsildi. Gəlmədi, tətil oldu. Ananı fikir aldı. Ananın əsli dedi. Ana müqəssir etdi. Tramvayı, dənizi,
neçdən bala dərdi. Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub dalınca axdı, Bakıya axdı. Ana da məktub dalınca baxdı, baxdı. Məktublar da Bakıda dolandı, gəldi, gəldi. Məktublar əzizdir. Məktublar belli gəldi. Onu ilə də baxdı gah dolama yollara, gah da oğul boynuna həsrət qalan qollara. Bir oğul böyütdü ki, gül, çatmaqaş, ciltinə. Ana oğul böyütdü, ölçəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Buna oğulluq oldu, buna məhəbbət oldu. Oğul böyüdü mü? Yüzünə dodaq bir qıza. Oğul böyüdü mü? Min işvələr, min nafa. Ana bir tek gəl böyütməz bu oğlunu. Yox, bunu yalnız verir. Yenə də atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana. Ürəyində ağlayıb gülmə öyrətdi ona. Oğul, nələr etdiyim də xalqlar üçün? Qaytarın ömrünə neçə gecə, neçə gün. Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin sözləri. O sözü, o söhbəti gülüşə aman verir. Ana dodaqlarında, bala dodaqlarına. İndi ondan yer gəzən oğul ayaqlarına yerişə aman verir. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan. Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü, hırıldamazsan daha. Qaytar onları, qaytar qoyma sabaha. Sən ki dərd verdin oğul, sənə gülüş verənə. Oğul demərəm sənə. Deyirəm ki o boyu ruhunu qaytar geri. Deyirəm ki varını, yoxunu qaytar geri. Qaytar onun borcunu, gülüşünü, adını, sözünü qaytar geri. Qaytar ana borcunu, o borc sənin özünsən, özünü qaytar geri. İkinci sınıfta okuyun, nəzərə alın. İkinci sınıfta. Aferin, bugün yoksuzadır. Bunun mükafatı alır burada. 3 balaca boy değil de indi. Burada oturanlar heveslendirdi ve hamısı bütün nemelerin gelsin Elham babamın yanına. Bugünden sonra tam olur. Hediyeler Aziz neveler, tebrik ederiz. Ben bütün ata-analara, burada oturanlara müracaat ederim. Dün Zeynep Tanrıvan'ın dediği gibi dünyanın en kutlu yanı. Bu kadar neden? Bu yıl 20 evvel, geçen yıl 54 evvel, 21 iyunda 54 nebe markada 140 nebe olur bu yılda. Demek ki benim hayat devzim belədir. Ben öleceğim, lakin hiç vaxt uzanmayacağım. Demek ben hele bir neçə benim güzel nebelerim məyus olmayın ki bu mükafatı aldınız 10 yıldan sonra almayabilirsiniz. Yok. Demek düşünmeyin ki kocalmışım. Her yaranan kocalanmaz. Kocaldıkça ucalmışam. Her kocalan ucalanmaz. Benim kocaldan siz benim mesutelerim, güzel mesutelerim. Hele siz arttıkça ben daha çok yaklaşacağım. Tebrik ederim ağınızı. Şəkil çəkmək
Çok sağ olun. Teşekkür ederim. Hele tutar mı? Sözü bizim bugünkü halal qələbəmiz. Her bir uşağın qələbəsi halal qələbədir. Zəhmətə verilən böyük qiymətə göre halal bu mükafata göre Nurettin müəllimə bir daha ve bütün münsiflər heyətinə təşəkkürümü bildirirəm ve sözü Nurettin müəllimə verirəm. Uşaqlar, hamınızı bir daha təbrik edirəm. Aldığınız neler varsa sizin halalınızdır. Layıksınız. Burada kimse layık olmadığı şeyi almayın. Kim neye layıksa onu alır. Ve düşünürüm ki bundan sonra sizin hayatınızda bugün uzun yıllar boyu unutulmayacak. Beni bu müsabiqənin münsiflər heyətinin sədri kimi bura dəvət edildiyinə görə İlham müəllimə təşəkkür edirəm. Və bizim ustadımız, bizim böyüyümüz Tariyel müəllimə də təşəkkür edirəm ki, mənim İlham müəllimlə bu əlaqəmizin yaranmasının səbəbkarı olub və bu təklif olan kimi mən böyük məmnuniyyətlə qəbul elədim. Çünki düşünürəm ki, millətinə, ölkəsinə, xalqına və dövlətinə xidmət portretlərin arxasında gizlənmək deyil. Təriflərlə özünü gizləmək və bəzəmək deyil. Millətinə, ölkəsinə, dövlətinə və bayrağına xidmət əməlli olur. Və bu günləri baş verən hadisə həqiqi mənada Azərbaycan xalqına, onun gələcəyinə, Azərbaycan müstəqil dövlətinə bir xidmətin gözəl bir nümunəsidir. Biz bu günləri sabahımızın qeydinə qalmalıyıq. Bu günləri biz uşaqlarımızın, övladlarımızın yanında olmalıyıq. Onlara sənəti, öz tarixlərini, mədəniyyətlərini öyrətməliyik. Onları, bu ölkəni, bu vətəni tanıtmalıyıq ki, çünki onlar bu ölkənin sabah sahibi olacaqlar. Onun idarə edənləri olacaqlar. Biz özümüzü tanıyanla güclü oluruq. Güclü olanda da öz haqqını və ədalətini bərpa edə bilirsən. Dünyanın gözü qarşısında 30 yıl torpaqlarımızı işğal altında qaldı. 1 milyon insanımızı yerindən, yurdundan elədilər. Özünə mədəni və insan haqlarının qoruyucusu deyən dünyanın və Avropanın gözünün qarşısında bu baş verdi. Amma onlar bizə nə dedilər? Reallığı qəbul edin, torpaqlarınızdan keçin. 1 milyon qaçqın talihisi maraqlandırmasın, bu bugünün reallığıdır. Niye göre uduzduq? Çünkü birbirimizin yanında değildi, birbirimizin karşısındaydı. Vahid komandanlık yok idi, vahid idarəçilik yok idi, ordu yok idi. İndi niye galip geldik? Bilirsiniz o vaxt uzanda biz 30 bin insanımızı itirmişik. Onun 11 bini əsgərdir, zabitdir. Onun 1100 nəfəri polis işçisidir. Qalanları mülki insanlardır. 20% torpaq itirdik. Ama indi niye galip geldik? Çünkü bir olmağı bacardık. Bir yerde bir yumruğa çevrilmeyi bacardık. Ülke, millet bir orduya çevrildi. O ordu onun başında duran Ali Başkomandanına inandı ve bu qələbəni bu milletin bağrından kopan milli ordusu kazandı. Ve bu orduda kimse şərik değil. Bu qələbə Azərbaycan xalqının, onun ordusunun, o ordunun Ali Başkomandanındır. Bu qələbəni bizim övladlarımız bilməlidir ki, onların şəhidləri, qaziləri kazanırlar. Kimsəyə borcumuz yoktur. Bunu böyle biləsiniz. Ve deyirlər ki, uşaqları vətəni sevdirin. Uşaq hansı vətəni sevsin? Uşağı o vətəni tanıdacaqsın. O daşı, o kəsəyi, o dərəni, o ağacı, o bağı, tarixini, taleyini, əcdadını tanıdacaqsan, sən onu onun tanıdanda artıq o biləcək nəyi sevir, kimi sevir və niyə sevir. Mən bu uşaqlarımıza demək istəyirəm ki, siz dünyanın böyük mədəniyyətini yaratmış bir milletin balalarısınız. Dünyada heç kim sizdən nə ağıllı deyil, nə əxlaqlı deyil, nə mədəni deyil. Bu dünyaya dövlət qurmaq mədəniyyətində sizin əcdadlarınız gətirib, ordu qurmaq mədəniyyətində sizin əcdadlarınız gətirib, insanla insan kimi davranmaq mədəniyyətinlə sizin millətiniz gətirib. Kimsenin bize ders keçmək hakkı yoktur.
Mən bu nağıl danışmıram sizə. Mən sizə həqiqətləri deyirəm. Və bizim bu uşaqlarımız o həqiqətləri biləndə, onlar kimsənin qabağında baş aşağı olmayacaqlar. Bu günləri Azərbaycanın müstəqilliyi dövründə milyonlar qazanmış iş adamlarımız var. Milyard qazansınlar, halal xoşları olsun. Amma onlar paylaşanda yaşayacaqlar. Paylaşmayanda gör olub gedəcəklər. Kimsə onları xatırlamayacaq. Bugün Hacı Zeynalabdin Tağıyevə heykəl qoyur bu millət. Adına küçə qoyur. Niyə? Çünki o qazandığını milləti ilə paylaşdı. Millətinin təhsilinə, mədəniyyətinə xərclədi o pulları. Və sonradan Azərbaycan mədəniyyəti, Azərbaycan təhsilinə verdiyi töhfələrin hesabına nə qədər alimlərimiz, mühəndislərimiz yetişdi. Və bu günləri Elxan Süleymanov alnının təri ilə, zəhməti ilə qazandıqlarını millətinin balalarına burs verərək təhsilini almaqdan ötürü yardım edirsə, o əbədiyyən yaşayacaq. Çünki insan xatırlandıqca yaşayır. İnsanın ömrü xatırlanana qədər də o boydadır. Yadınızdadır, Ulu Öndər bir dəfə bir söz dedi. Mən əbədiyyən yaşayacağım, mən heç vaxt ölməyəcəm. O zaman bəziləri dedilər ki, necə ola bilər, insan ölümlü daxı, insan bir gün öləcək. Amma onlar bir şeyin fərqinə varmamışlar, o tamamilə fərqli bir şey deyirdi. O deyirdi ki, nə qədər mənim qurduqlarım, əməllərim yaşayır və mən də yaşayacağım. Azərbaycan nə qədər yaşayırsa, mən də yaşayacağım. Və insanın əbəd ömrü əməlləridir. Mən buna görə sizə təşəkkür edirəm. Bugünlər Azərbaycanda milyonla və sizdən artıq varı, malı, mülkü olanlar var. Amma elə hesab edirlər ki, millətin mənə nə dəxli var? Nə olsun, bu günlər 1 milyard yarım pulu qalıb Musa Nağıyevin Şveysariya banklarında. Verirlər mi? Vermirlər. Amma Hacı Zeynalabdin Tağıyev dünyasının köçəndə borclu köçdü. Borclu ət dükanına borclu köçdü. Amma bu günləri millət nə qədər çalışır, Hacı Zeynalabdin Tağıyevin borcunu qaytara bilmir. Bunları niyə görə deyirəm? Bunu ona görə deyirəm ki, Tanrı insana onu ona görə verir ki, mən bunu sənə verdim, mənim yaratdıqlarımdan paylaş. Acın yanında ol, yetimin yanında ol. Bu günlərim uşaqlar var. Hacı Rahim Əfəndi təqaüdü alanlar var. Onların içərisindən sabahlar bu ölkənin idarə ediciləri çıxacaq. Alimləri çıxacaq, müəllimləri çıxacaq, mədəniyyət adamları çıxacaqlar. Millətimizin taleyini, tarixini yazanlar və taleyini həll edənlər çıxacaqlar. Bu böyük və müqəddəs bir işdir. Mən müqəddəslik məsələsinə biraz fərqli yanaşıram. Kim bir yetimin başını sığallayırsa müqəddəs adam odur. Kim bir acın bir tikə çörəyini verirsə müqəddəs odur. Kim millətinin yanındadırsa müqəddəs adam odur. Çünki bizim hamımızı Allah yarattı və sevgisindən yarattı. Dedi, mən sizi sevərək yarattım ki, mənim yarattıqlarımı da sən sevəsən. Sevməyənlər şeytani yola gedir, sevənlər mələkləşirlər. Mən müqəddəslik anlayışına bu şəkildə yanaşıram. Bizim bu balalarımız var, onlar sabahlar bizə rəhmət oxusunlar deyə biz orada günündən saat neçəyə qədər oturduq ki, hər kəsin haqqını verək. Hər kəsin doğru düzgün zəhmətin haqqını verək. Bu bəlkə də sizə böyük bir iş kimi gəlməyə bilər. Amma o uşaqların biz bugün ümidini sındırsaq, özümüzü dürüst göstərib, dürüst elan edib, böyük kişilər, əxlaq adamlar kimi göstərib, təbliğ edib, əməlimizdə haram işlə məşğul olsa, o uşaqlar sabah bizim görümüzə tüpürəcək. Amma biz onların qarşısında dürüst olsaq, onların haqqını versək, onları ilə əlbətt bizə rəhmət deyəcəklər və bizim qazancımız budur. Mənim əzizlərim, siz böyük bir millətin evlatlarısınız, həmişə bundan fəxr edin, dünyada heç bir millətə borclu deyilsiniz, sizə borclu olanlar var. Sağ olun, var olun, Allah amanında olun, Allah dövlətimizi, millətimizi, bayrağımızı və bu milletin yanında olanları korusun. Allah amanında hamımızı təbrik edirəm. Sözü Ağstafadan durub bura gələn, sizi təbrik etməyə gələn, ən məşhur Azərbaycanın kino aktyoru, dram aktyoru, xaricdə ilk kino filmlərə çəkilən Azərbaycan aktyoru Tariyel Qasımov.
elə Yox, sən yox, bilirsən. Yox, mən sözəm. Mənim danışıq qabiliyyətim yoxdur. Aktyor olmağıma baxmıram. Aktyor da elə müəllifli sözlü deyir, ona görə deyirlər, nə gözəl danışır. Yəni demək istəyirəm ki, mən bura dəvət olduğum üçün sizə minnətdaram və Göyçayı həmişə mən sevmişəm. Çünki İskəndər Coşqunun, Əli Kərimli, mənim dostlarım oldular. Biz bir böyümüşük, bir yer İskəndərlə bir teatrda işləmişik biz. Yəni demək istəyirəm ki, çox gözəl, həqiqətən, çox gözəl tədbirdir. Nurəddin mənim əziz qardaşım hər şeyi danışdı və danışmağa ehtiyac yoxdur. Sağ olun, sağ olun. Var. Mən fürsətdən istifadə edib 21 noyabrda, 25 gündən sonra keçiriləcək tədbirimiz haqqında bir neçə kəlmə demək istəyirəm. Bugünkü tədbir Allah yanında da, bəndə yanında da, hər bir valideyn, hər bir müəllim bildi ki, onun balasına, bu şagirdə bugün düzgün qiymətləndirilmə verir. Biz bunu etdik. Çünki bizim münsiflər heyəti belə imkanımız vardı. Amma Hacı Rəhim Əfəndi təqaüdü çox bütün təhsilin sahələrini əhatə etdiyi üçün bu qədər bizim mütəxəssisimiz yoxdur və biz bunu edə bilmərik. Bunu hörmətli Rauf müəllim, sizdən çox acizanə xahiş edirik ki, mütləq və mütləq bütün məktəbin direktorlarına, dərs lisə müdürlərinə, hamısına ciddi tapşırıqlıq verilsin ki, onlar pedaqoji şuranın qərarını ədalətli çıxartsınlar. Söhbət mənim verdiyim o qəpikdən getmir. Söhbət ondan gedir ki, şagird görəndə ki, sinifdə əlaçı şagird görəndə ki, onun yerinə ondan çox az bilikli uşaq qiymətləndirildi, o bir dəfəlik kitabdan imtina edir, təhsildən nifrət yaranır, müəllimə nifrət edir. Haqqı, ədaləti heç vaxtı onu inandırmaq olur. Bu çox böyük bir məsələdir. Bu məsələyə təkcə ilə yanaşmaq deyil ki, burada 500 manat kim salacaq? Burada ədalət, haqq, ümid, inam etməsin. Bunlar itməməlidir. Bunu ona görə də mən təhsil idarəsindən və Rauf müəllimə çox minnətdaram sizə ki, siz doğrudan da bu tədbirlərin keçirilməsində bizim təşkilata çox böyük atalıq qayıdış göstərirsiniz və mən bu zəhmətimi bu torpağa etməklə fəxr edirəm və etməliyəm. Bu mənim mənəvi borcumdur, mənim övladlıq borcumdur. Ona görə də mən də hörmətli münsiflər heyətindən o cümlədən çox ədalətli, çox kəskin, dönməz olan öz fikrində olan Nurəddin müəllimdən bir xahiş etmək istəyirəm. Bu xahiş nədir? Yəni, bu xahiş odur ki, mən özüm etdiyim çıxışların belə yüngül düşünsüz güya əleyhinə gedirəm. Amma mən 3 nəfərə də həvəsləndirici mükafat vermək istəyirəm. O isə bunun əleyhinə çıxır. Mən də qorxumdan da 2 gündür demirəm və heç kəsdə Yox, mən üzr istəyirəm. O mükafat almayanlar var ha. Elə hesab eləməsinlər ki, onlar zəif deyiblər. Yox. Mən sizi inandırım ki, mən 10 il Mədəniyyət Nazirliyinin Ümumrespublika deməli, bədii qiraət müsabiqəsinin münsiflər heyətinin sədri olmuşum. Bədii qiraət. İndi də Elm və Təhsil Nazirliyi. Mən sizi inandırırım ki, mən buradakı istedadlı uşaqları orada görmədim. Buradan hamısı istedadlı uşaqlardır. Amma nisbi məsələlər var. Ən xırdalıqlarına qədər sözlə necə işləyir, sözün daxili ritmini tuta bilirmi, sözlərindən, səsindən, nəfəsindən necə istifadə edir, hansı aparat qüsurları var, onun hamısı nəzərə alınır və onun içərisində yoxsa o qədər gözəl bacarıqlı istedadlı uşaqlar vardı. Bir
Fatma Əlizadə var idi bizdə. Çox gözəldi, çox bacarıqlıdır, amma müqayisədə gördüyünlərdə onun haqqında biz deyildik ki, o yoxsa bu. Amma biz sizin heç birisi tanımırıq, kim kimin qızıdır, kim kimin olduğu xəbərimiz yoxdur. Amma orada baxırsan ki, yox, bu bundan bir addım irəlidir. Bunun 3 dənə C problemi var danışığında, onu qoyursam. Burada bunun dili ağzında böyükdür, sözləri doğru düzgün istifadə edilir. Onun üstü demədir, amma ürəyi, nəfəsi, hamısı yerindədir. Ona görə yadınızda bir şey saxlayın. Gecənin ən qaranlıq vaxtı səhərə doğru açılmağını göstərir. Hər qalib orada bir şey düşünməlidir. Mən burada daim deyiləm. Çünki mənim arxamdan gələn var. Və siz bu günləri mükafata olmayanlar, bu gün alanların arkasından gəlib, sağ o mükafatı onların əllərindən alacaq istəyədə duşarlarsınız. Hər bircə o arzuluyuram. Amma ola bilsin mən biraz sərt olmuşam. Ola bilsin mən demişəm ki, yox, belə deyil, belə deyil. Artıq olmaz. Bə, biz işimizi var. Demək burada bir neçə məsələ. Səlahiyyət sahibi sizsiniz. Hocam o deyil. Çünki Konstitusiya Məhkəməsi. Və bu 100% hörmətli Nureddin müəllim düz deyil, mənim yanaşmam bəlkə də düzgün deyil. Amma məhkəmələrin özündə belə bir qanun var, yazılmamış ki, humanist prinsiplər. Humanist prinsipləridir. Məsələn, sabah, bugün mənə 3 ay bundan qabaq Göyçaydan bir şagird təşkilatımıza müraciət edib ki, mən də Bakıda yaşayıram və bu müsabiqədə iştirak etmək istəyirəm. Bu uşaq gəlir, durub Göyçaydan bura, atası ilə. Atası da jurnalist, sabah bizim haqqımızda nə oldu yazacaq. İrşad Məhəmmədli, özə müsabatçıdır. Bəlkə də, Göyçay vaxtı icazə verir. Onun qızı gəlib, müsabiqədə həvəsləndirici siyasətə düşmür. Mən istəyirəm ki, o balam çıxsın bura, gəlsin və biz onu eşidərək. Sonra qərar verək. Aytək, adı da Aytəkdir. Yəni özü tək Aytək. Gəl görüm Aytək. Mikrofon, bu mikrofon gedir. Hani bunu yandır, ora get. Ora get benim gözəl balam. Necə buna mükafat verməyirsən? Salam, mənim adım Aytək Məmmədlidir. Mənim əslim Göyçaydır, amma Bakıda yaşayıram. Mən eşitdim ki, Göyçaylı şairlərin şeir müsabiqəsi var. Və mən Ekan babamı müzakirət etdim ki, mənə bu müsabiqə qoşsun və təşəkkür edirəm ki, bu müsabiqəyə qoşdu. Şeirim İskəndər Coşqunun, adı isə Gecikərsən. Küstürmə təbini, qatar, qayıtmaz. Sonra hala deyir, gecikərsən. Gənclik də bir quşdur, uçar, qayıtmaz. Gəncliyin qədrini bil, gecikərsən. İgidin gücü qüvvəsi qolunda, bənşən üstü var, öz yolunda. El alışaram vətən yolunda, ocaq, gecikərsən, kür, gecikərsən. Məni dağda itir, aramda ara, həm qışa aşkəm, həm də bahara. Coşqun qədrini indi bil, sonra ova, gecikərsən, el, gecikərsən. Aytək, təbrik edirəm qızım. Təbrik edirəm. Burada yoxdur. Keçirmiş çəkmək. Demək, bizim fəaliyyətimiz müsabiqətdən mənfi səslənməyəcək. Həvəsləndirəcək. Banu balam, Banu. Buradadır mı? Banu. Hanım, gəldi, bax. Bax, bu balama mükafat bu məsələ ilə əlaqədar verilmir. Kitabın birini vermənə. Uruz və səri hədiyyələrim burada. İndi biz gedək baba bala o mikrofona. Ged ona gəlirəm. Və bu il şagirdlərə hamısına müraciət etmişik ki, Hüseyin Cavidin qız məktəbində Gülbaharla söhbət şeirini geçirlər. Və mən bir il bundan qabaq bu balamla bu şeiri oxumuşam və fikirləşdim. Buna görə bütün müəllimlərə xahiş edirəm,
ilin geçen bir semetrunu Azerbaycan şehrine ödedi. Bu il ise Hüseyin Cavi'de kız mektebinde kurbanı. Hürmetli edebiyat nedir? Edebiyat nedir? Edebiyat marifet mektebidir. Marifet mektebidir. Edebiyat tehsil verir ve böyüce, hürmet, kişiye kaygı öğretir. Bir sözle çok danışmayın. Eğer obrazlı dinleyicisi ürek bir et kalır. Üreği ise besleyen könüldür. Könülü ise gıdalandıran şiirdir, musikidir, dermelidir. Ona göre de derslerde edebiyata mühim fikir vermek lazım. Edebiyat dersi insan özünün kişiliğini tebliğ etmek vaciptir. Ona göre de bak kim biz seçim etmişiz ki kız mektebinde Hüseyin Cavi'nin bu şiirini ona göre bu şiiri bilen kız hiç var dövler cehiz arkasında kul arkasında geç görecek. Şimdi geliyorum sen bu şiiri ne öğrenirsen kuzum yavrum adın nedir? Ya. Peki senin anan baban var mı? Var. Nasıl? Zengindir mi baban? Evet, zengin zaten. Öyleyse giydiğin giyin niçin bir saadet? Yok mu senin incilerin, altın bilerdikleri? Şöyle yavrum, hiç sıkılma. Var, her gün var. Lakin müəllimlər hər gün söylər. Onların yox qiyməti. Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. Eşk olsun balalar. Bu dünyada senin en çok sevdiğin kimdir kızım? Söyler misin? Ən çox sevdiyim ilkin Allah ki, yeri göyü insanları xəlq elər. Sonra kimler? Sonra onun göndərdiyi elçilər. Başka sevdiklerin nasıl var mı? Var. Kimdir onlar? Anam, babam müəlliməm, bir də bütün Eşk insanlar. olsun! Müraciət edir. Benim bu kızım balaca mükafata olsa layıktır dedi. Münsiflər heyətinə müraciət edirəm. Siz nə deyirsiniz? Mikrofonla dinle. İtiraz etmirəm, amma Elxan müəllimə də mükafat düşünür. Elxan müəllimin əlinin nəvəsi mükafat deyil ona. Yox, öpünə. Biz razıyıq, biz razıyıq. Verilsin. Sonuncu benim mükafatçıma düşünürüm ki ister salonda oturanlar isterse de münsifler heyeti hiç vakit etiraz etmeyecek. Bu benim hakkımdır. Ben bu hakkı burada ona göre veririm ki siz benim kim olmamı bilesiniz. Ve ben nece yaşamışım. Bu kitabımda uşaklara təyin ettiğim, verdiğim kitaplarda bunlar hamısı yazılır. Mənə bir valideyn zəng elədi, bir ay bundan qabaq, dedi ki, görüşmək istəyir. Dedim ki, başla. Gəldim rayona bir dəfə, işim çox oldu, görüşə bilmədim. Zəng yadım, telefonu yadıma çıxdı. Sonra ikinci dəfə gəlirdim, yenə təsadüfən zəng etdi. Dedim, 4 uşağı gəl. Atası, anası və özü gəldi. Və uşaq şeirini dedi, dedim ben qiraət müsabiqəsin diye ve birden soruştu, adın nedir? Dedi İzzət. İzzət deyəndə dedim Pərverdigarə, dünyada doğrudan da möcüzələr olur. Məni çünki 3 yaşımdan 15 yaşına qədər İzzətlə böyüdü. O mənim nənəmin adını daşıyırdı. Mən qurudum. Pərverdigara bu nədir? İndi bugün məni böyüdən, boy başa çatdıran, bugünkü Elxan edən
hediyeler veren, nenemin adını daşıyan İzzet'i bura davet edirəm. Benim güzel balım, çiçek balım. Buna göre de ben hesap ederim ki en büyük şeyi neneni sevmektir. En büyük mükafat nene sevgisi. Ben anasız büyümüşüm. Hele de ana sevgisinin ne olmasını bilmeden. Ama dünyada büyük dahiler değil ki, dünyada en kudretli ve en güçlü mehabbet ana mehabbetidir. Mənə bu məhəbbəti nənəm verib. Onun adını daşıyan benim gül balam, inanırım ki hem babamın əlaqısı olacaq, hem de gələn ölçü kirayət salının mütləq qalib olacaq. Öpürəm. Ona göre de bir daha müraciət edirəm ki, kardeşime, Nureddin müəllimə, onlar ürəkdən gələn işlərdir, bu işləri boğmaq olmaz ve hardasa humanizm işlərdə yaşamaq. Beləliklə, çok sağ olunuz, teşekkürler ederim. Aziz Göyçaylılar, ben bu kitabın sonunda da yazmışım. Büyük filosof, kudretli şairimiz Resul Zeyn'in sözleriyle tutarlar. Ben de bu torpakta derinden köşk alarak her tarafa uzatmışım. Övlatların yürüyüp sağ belə məğrur dayanmağa haqlıyam. Mən kökümlə bu torpağa bağlıyam. Bu kudretli şairin dediği gibi övlatların yürüyüp sağ deyəndə mən